Binə qəsəbəsi Şəhid Qardaşların küçəsində. Allah rəhmət eləsin. Şəhidimizin küçəsində. Ülvi yolu ilə də gələndə 043 kafenin yanından sola dönürsən. Belə bir yerdədir. Asfaltdan 20-30 metr aralı 3 otaqlı ev. Dövlət suyunun şotskiyə qədər var. Qazın şotski, işığın şotskiyə qədər var. 3 otaq evdir. Normal geniş ölçüyə malikdir. Pitimikasına qədər hər bir şey qoyulub. Divardır, buradan məsafədir, arxaya keçid, yəni var, bakınacan qoyulubdur. Belə bir ev qiymət də dəyərindən ucuz deyilir. Həqiqətən də 52 min. 52 min Azərbaycan manatı. Bax, girdi belə bir koridor sistemli evdir. Sağda mətbəximiz, mətbəx mebelinə kimi hər bir şey var. Heç bir şey götürmürlər. Yəni ev sahibi nə var, hamısını saxlayır. Burada qonaq otağımız. Ölçüsü genişdir, normal ölçüyə malikdir. Sanitar qovşağı, aksesuarlarına kimi hamısı var, hamısı işləkdir. Və arxada da 2 dənə geniş yataq otaqlarımız. Yataq otaqlarının da ölçüləri normaldır, kifayətdir. Yerləşmə yeri Qardaşxan küçəsi, asfaltın üstü, qaz işığı, suyu, hər bir şey var. Qiymət 52 min, tam əşyalı.